Şəxsən özümdən onu deyim ki, özüm sosial birisiyəm və demək olar ki, hal-hazırda ətrafdan belə də əlaqəm yoxdur. Varsa da bu sadəcə mənim ailə üzvlərim ola bilər və yaxud da ki, hər hansısa bir tanıdığım şəxslər ola bilər. Ümumiyyətlə, yəni belə dost, tanış filan məndə yoxdur, açığını deyəcəm sizə. Mən uzun müddət başa düşməmişəm ki, yəni bu sosiallaşmaq nədir? Əslində, yəni bu sosiallaşmanın tərifini necə vermək lazımdır? Ümumiyyətlə, sosiallaşasın? Düzdürmü? Ümumiyyətlə, bizim cəmiyyətdə mən fikirləşirəm ki, bu sosiallaşmanı düzgün başa düşmürlər. Sosiallaşma əslində nədir? Bunu mən xaricilərdən öyrənmişəm təbii ki. Sosiallaşma əslində odur ki, sən çıxdın, öz dəyərlərini təqdim elədin. Dedin ki, məsələn, A, B, C, D, Y, düzdürmü, söhbət əsasında. Və orada da alındı, alınmadı, oradan artıq bir nəticə çıxarsan özün üçün. Və buna görə də, yəni belə danışar da, yıxılmışdı. Buna görə də, yəni gedib, yəni başını xarab eləmək ki, məsəl üçün ki, ayıb məndə nəsə alınmadı, filan beşməkan. Yəni sosiallaşmaq o demək deyil ki, sən gedib kimsə kimi olursan. Sosiallaşmaq deməkdir ki, özün olduğun kimi qəbul edib gedib özünü təqdim edirsən. Sadəcə biraz cəmiyyət fərqləri olacaq. Məsəl üçün, biz elə də inkişaf edilmiş cəmiyyət modeli deyilik. Məsəl üçün, bizdə o qədər çatışmazlıqlar, fundamental problemlər var ki, hansı ki, o problemlər, məsəl üçün, Amerika, Avropa tipli yerlərdə həllini tapıb da, yəni inkişaf etmiş ölkələrdə bu tip problemlər öz həllini tapıb. Bizdə isə hələ inkişaf eləməkdədir, elə fikirləşirəm, yəni. İnkişaf eləyiriksə təbii ki, nə bilim. Söhbətimi nəyə gətirirəm? Söhbətimi ona gətirirəm ki, sosiallaşmağın tərifi budur. Çıxdın, özünü göstərdin, A, B, C, D, Y. Dəyərlər budur, düzdürmü? Sənin üçün qəbul olmaya bilər, mənim üçün qəbuldur, okey? Və danışdıq, işin alınmadı, ayrıldıq, okeydir. Gedirik, başqa şey axtarırıq. Bu, sevgi münasibətində də özünü göstərə bilər. Bu, dostluqda, tanışlıqda və digər tip şeylərdə də özünü göstərə bilər.